Hörmətli xanımlar və bəylər, əziz bacılarım və qardaşlarım, əziz gənclər, hamınızı Rəsulzadənin doğum günü münasibətindən təbrik edirəm, hamınızı salamlayıram. Azərbaycanımızın hər bir qarışı bizim üçün müqəddəsdir, əzizdir, amma Novxanı kəndinin bizim qəlbimizdə xüsusi yeri var. Çünki bu kənd Azərbaycanımıza və bütün dünyaya Məhəmməd Əmin Rəsulzadə kimi nəhəng bir şəxsiyyət bəxş edirdi. Rəsulzadə haqqında nə desək azdır və onun haqqında dediyimiz hər bir fikir, hər bir müsbət fikir həqiqətdir. Çünki bu insan Azərbaycan üçün o qədər böyük bir yol müəyyənləşdirib gedib ki, dünya ictimai-siyasi fikir tarixinə, xəzinəsinə elə böyük bir nəzəriyyə, müsavatçılıq bəxş edib gedib ki, onun təsirini hələ bir çoxları indi qiymətləndirməyə, dərk eləməyə başlayırlar. Rəsulzadənin şah əsəri deyirik ki, Cumhuriyyətimizdir, bu həqiqətdir. Amma Rəsulzadənin şah əsəri həm də müsavatçılıqdır, müsavatçılıq ideologiyasıdır, müsavatçılıq siyasi cərəyanıdır. Və bu cərəyan 100 ildən artıqdır ki, Azərbaycanda mövcuddur. Bəzən maraqlı ideyalar ortalığa atılır ki, yeni ideyalar lazımdır, yeni ideologiya lazımdır. Görünür, yeni ideologiya axtaranlar müsavatçılığın mahiyyətini sona qədər dərk edə bilmirlər. Müsavatçılıq elə bir ideologiyadır, elə bir düsturdur ki, Azərbaycanın xoşbəxtliyi istəyən heç bir şəxs, heç bir siyasətçi, heç bir ictimai xadim, heç bir ziyalı ondan kənarda fəaliyyət göstərə bilməz. Xalqımızın, millətimizin, dövlətimizin mövcudluğu, xoşbəxtliyi, inkişafı bu ideologiya ilə bağlıdır. Və bu ideologiya 20-ci əsrin əvvəlində qurulub, indi yenidən dəbə gələn bir ideologiya deyil. Bu ideologiya xalqımızın çoxminillik tarixi təcrübəsindən yaranmış, çağdaş dünyanın şərtlərinə uyğun, çağdaş dünyanın anlayışlarına, idrakına uyğun bir böyük, müqəddəs, mükəmməl bir ideologiyadır. Və eyni zamanda bu ideologiya 100 il ərzində mövcud olan, dəyişən, inkişaf edən, təkmilləşən bir ideologiyadır. Bu ideologiya, bu xətt, bu siyasi cərəyan bütün bu 100 il ərzində heç bir zaman kəsilməyibdir. Bilirsiniz ki, 20-ci ildə Cumhuriyyətimiz süquta uğrayandan sonra, Bolşeviklər bu Cumhuriyyətimizi, məmləkətimizi yenidən işğal edəndən sonra Rəsulzadə başda olmaqla müsavatçıların bir hissəsi mühacirətə getməyə məcbur olubdur. Amma ölkə daxilində 30-cu illərə qədər, 37-ci ilə qədər bilirsiniz ki, üsyanlar olubdur, qiyamlar olubdur, xalq ayağa qalxıbdır, sözünü deyibdir və hər zaman bu üsyanların, qiyamların, hərəkatların başında rəsmən müsavatçılar dayansa da, dayanmasa da bu tarixə müsavat üsyanı, xalqın müsavat səsi kimi daxil olubdur. 37-ci ildə Stalinin, Bolşeviklərin repressiyaları pik nöqtəsinə çatandan sonra da hər zaman xalqımızın qəhrəman, fədakar insanları tapılıb ki, bu dəyərlərlə bağlı sözlərin, mövqelərin bildiriblər. Onların hamısı heç bəlkə də müsavat haqqında geniş təsəvvür olmayan həmin şəxslər də bir çox sənədlərdə KGB-nin, xüsusi xidmət orqanlarının, Komünist Partiyasının arxivlərində müsavat ideologiyasının daşıyıcısı, keçmiş müsavatçı kimi rəsmiləşdiriliblər. Biz tarixdən bilirik ki, 1957-ci ildə Cahid adlı bir gənc bizim müqəddəs üçrəngli bayrağımızı Qız Qalasının üzərinə qaldıraraq, özdə 28 mayda məhz Cumhuriyyət günündə öz mövqeyini, xalqımızın istəyini, arzusunu ifadə edibdir. Və bu cür qəhrəmanlar hər bir zaman olubdur. Son zamanlar Əbülfəz Elçi bəyin mövzusu yenidən gündəmə gəlibdir və bunun çox maraqlı, müsbət tərəfləri də var. Xüsusən də Elçi bəyin özünün yazdığı əsərlər, məqalələr, verdiyi müsahibələrdə bir çox mətləblərə işıq salınır. Və mənim diqqətimi isə orada xüsusən bir məqam cəlb etdi. Əbülfəz bəy yazır ki, biz 70-ci illərin əvvəlində universitetdə tələbələrin və müəllimlərin gizli təşkilatını yaradarkən proqram müəyyənləşdirmək istədik və bu proqram üçün Müsavat Partiyasının 1936-cı ildə Polşada qəbul etdiyi proqram əsaslarını götürdük. Onun əsasında öz gizli təşkilatımızın proqramını yazdıq. Yəni biz bilirik ki, 89-cu ildə Elçi bəyin liderliyində biz Xalq Cəbhəsini yaradarkən, Xalq Cəbhəsinin proqramını yazarkən o proqrama bir müddanı xüsusi qeyd etmişik ki, Azərbaycan Xalq Cəbhəsi müsavatçılıq ideologiyasına əsaslanır. Amma indi bir daha təsdiq olunur ki, bu hələ 70-ci illərdə də Elçi bəyin yaratdığı öz silahdaşları ilə, gənclərlə, müəllimlərlə, ziyalılarla bir yerdə yaratdığı gizli təşkilatda da təşkilatın proqramı kimi müsavatçılıq ideologiyası götürülübdür.
Yəni, bütün bunlar müsavat ideyasının, müsavat siyasi xəttinin kəsilməz olaraq 100 ildən artıq mövcudluğunun çox ciddi sübutlarıdır. Və bu ənənə davam edir. Zamanında Rəsulzadə Gəncliyə kitabında demişdi ki, biz heçdən bir bayraq yaratdıq və sən bu bayrağı yenidən yüksəklərə qaldıracaqsan və bu yolda ya qazi, ya şəhid olacaqsan. Rəsulzadənin bu vəsiyyətini, çağrışını Əbülfəz Elçi bəy başda olmaqla bizim nəsil 80-ci illərin sonunda, 90-cı illərin əvvəllərində gerçəkləşdirdi. O bayraq yenidən yüksəldildi. Və biz məcbur elədik ki, hətta keçmiş kommunistlər, bolşeviklər 100 il ərzində müsavata qarşı, müsavat ideologiyasına qarşı mübarizə aparanlar o müqəddəs bayrağın qarşısında diz çöktülər, onu öpdülər. Doğrudur, öz xislətlərinə uyğun şəkildə həmişə o bayrağın qırmızı hissəsindən öpürlər. Diqqət eləyin. Bütün bu müddət ərzində bu adamlar bayrağın qarşısında diz çökürlər, əyilirlər, öpürlər, öpəndə qırmızı hissəsindən öpürlər. Amma dərk eləmirlər ki, bu onların qırmızısı deyil, bu bizim xalqımızın, millətimizin qəhrəmancasının, mübarizəsinin, fədakarlığının rəmzi olan qırmızıdır. Bizim demokrasiya rəmzimizdir, inkişaf rəmzimizdir, müasirlik rəmzimizdir. Və bugün yeni gənclik meydana çıxıbdır. Bu gənclik həmin yol davam etdirir. Bu gənclik Cumhuriyyət dəyərlərinə, Rəsulzadə şəxsiyyətinə, Rəsulzadə Elçi bəy yolunun dəyərlərinə sadiqdir. Bu dəyərləri qəbul edir. Biz bu bayrağı yüksəklərə yenidən qaldırdıqsa, biz bu bayrağı hətta indiki hakimiyyətdəkilərin də öpməsini təmin etdiksə, yeni nəsil artıq hakimiyyətə elə qüvvələrin gəlməsini təmin edəcək ki, həmin qüvvələr üçün Rəsulzadə dəyərləri müqəddəs olacaq. Onlar bu bayrağın qarşısında forma üçün yox, vəzifə üçün yox, kürsü üçün yox, öz həqiqi hissləri üçün diz çökəcəklər. Bu bayrağın qiymətini biləcəklər. Bu bayrağın ifadə etdiyi dəyərlərin qiymətini biləcəklər. Bunu bizim gənclik bizimlə bir yerdə həyata keçirəcək. Mən buna inanıram və bu yolda hər birinizə uğurlar arzulayıram. Bugün Azərbaycan xalqı ayağa qalxır. Bugün haqqında danışdığımız xalq hərəkatı tədricən formalaşmağa başlayır və bu artıq xalqın qərarı ilə baş verir. Bu davam edəcək və bu il mən inanıram ki, hamımız bir yerdə, xalqımızla, cəmiyyətimizlə bir yerdə Azərbaycanda demokrasiyanın bərqərar olmasına və millətimizin, xalqımızın, dövlətimizin bütün problemlərin həllinə bir yerdə başlayacağıq. Bu yolda hər birinizə uğurlar arzulayıram. Eşq olsun sizlərə.